Tak. Hamıya salamlar. Bugün 22 aprel 2025-ci ildir. Hava inanılmaz dərəcədə istidir. Yəni aprel ayına xas olmayacaq dərəcədə. İndi Azərbaycandan belə istidir. Yəni baxın, şortlik tapışqal geymişəm. Və havanın temperaturunu sizə göstərmək istəyirəm burada telefonumda. Baxaq burada havanın temperaturuna. Az 24 dərəcə isti və bütün həftə belə olacaq. Bilmirəm, görünür, görsənmir. Bütün həftə belə olacaq. Ta ki 5-ci gün altı bazar yağış yağacaq. Havanın temperaturu 5-10 dərəcə düşür. Hə. Sən nə qayırdın burada? Üstü başına bax ki, Otto müəllim də gəlib bizlə, amma özün ora bura sürtür. Hə, Otto müəllim. Bu nə haqq hesabdır? Bu nə haqq hesabdır? Dur ayıqayı, bu divan deyil bizdəki evdə. Dur. Dur bala. Otto müəllimə baxalım. Ha, bu bizim kömürümüzdür. Qayta çox götürdüm, özüm götürəcəm. Da. Kömürümüz orada. Stullarımızı da götürəcəm. Bu stullarımız yığılıb açılandı, yəni təbiət üçün. Bunu görürsən, bu maşının bir parçasıdır. Paroqa da buradan, bir də bu hissəsi qabaqda. Orada təkərləri görürsünüz, ağ təkərləri. Bir də o lap başdakı. Və çıxdım bayaq onun üstünə. Bir də bu buranıdır. Bir də şuruplardan açılıb çıxıb. İndi bunu taxacam yerinə. Bilmirəm də, hələ bu gün yox, bilmirəm necə taxırlar. Hələ bir də nəsə bir tərəlləşəcəm bunu. Görmədim, çıxıb qabağımı. Arxa-arxaya verirdim ki, maşını elə arxasından girin burada. O qayda. Birinci istəyərdim stolumuzu götürək. İndi mən stolu açanda sizə göstərəcəm. Mənim böyle stolum var. Valla bu hər yerə aparırım. Stolu açmaq istəyirəm ki, birinci o gətdiyimiz şeyləri, şababı, mababı, yəni ətdir də, elə şabab deyil, indi pişirəcək onları. Düzək birinci stolun üstünə və oradan sonra hərəkət deyilir. Özümüzə belə bir yer seçdik. Otto müəllim baxdı, dedi ki, burada olar. Yəni əsasən Otto müəllimin rəyidir. Otto müəllim rəy bildirdi ki, obamızı burada qura bilərik. Elə biz də buranı seçdik. İndi yaxşı düzgün bir yer tapaq. Stolumuzu quraq oradan. Skater tam yesiyor. Orada deyirəm skater də var. Onu da götürək. Şöyle. Bu bizim raskadnoy stoldur. Bunu belə buradan böyle fırlayırıq. Bağlandı. Ayaqlarını açırıq. İki dişlidir. Bir alçaq da elə bilərsən, uza da elə bilərsən. Mən alçaq istifadə elədiyim yadıma gəlmir. Ki, yəni bu stolun boyu alçaq olsun. Həmişə yəni polunu uzunluqda istifadə eləmişəm. Yəni öyle normal standart stol boyu olur da, alçaq başqa cür olur. Stolumuzu hara qoya bilərik ki, düz olsun. Düz yer. Rovna. Bir də bura. Tam da rovna olmur, amma nəysə. Elə qoyaq. Xaraşo da, belə deyək, qəşəydir belə. Bu da bizim stulumuzdur. Stullarımız da raskadnoydu. Düzdür, bu stullarımız belə keyfiyyətsizdir. Harca 2-3 sezon görər. Nə bilim, görəkdən. Həmişə deyir, ucuz ətin şorası olmur budur. Ucuz deyəni aldım aha. Amma yaxşı keyfiyyətli şey, qiyməti biraz baha da olsa, onu yəni çox istifadə eləmək olur da, uzun müddətli olur. Yaxşı. Papağımız, bugün mangalımız olan kəsərdir bu. Bagajnikdə bir şey yoxdur, bağlamaq olar. İndi ətlər qaldı. İndi ətləri çıxardıq, bayaqdan qalıb maşında. Maşında içi isti. Xarab olmasın da. Qəşəkdən buralar. Bax gör, o kimdir üzür? Ördəkdir. Ot da görməsin. Bir də cürdən üzüb ki, ördəyi tutmağa. Git oğlu git. Sonra düş ot da onun dalınca suda. Heç üzənmirəm də. Üzənməli.
Yaxşı, skaterimizi aç görək. Tak. Bu burada dursun bakalım. Yaxşı. Setka götürmədim. Setka yoxdur. Mangalın üstünə o kebab pişirməyə. Mesela bende steak şey var. Döş əti var. Toyuğun döş əti. Bir də lülə kebab. O setkada pişirmək olar. Hazırdır da hazırını almır. O marinavat eləməyə vaxt aparır. Gələk gezəlim bizim stəkanlarımız. Burada nə var? Burada içkilərimiz, ət. İçki deyəndə yəni qazlı sular zətdə. Elə, gedəyim də hamısını göstərəm. Bağladıq. Onun əslində da yəni gözlə. Bu eləməsəm ürəyim patlayır. Bizim burada bu maşın qabaq hissəsini içərdən günəşdən qoruyan bu belə günəş əks etdirici var da, gün işığını. Bunu belə qoyaq ki, bura çünki elə gün də qabaqdadır. Düz vurur maşın burasına. Belə sərgəli qoyuram. Bir də görürsən, ilişdirirəm bunu tam bağlı. Belə yəni bəsdir. 40 dərəcə isti yoxdur. İşte belə dursun o. Əşyalarımızı, yeməklərimizi götürək. Gedərik. Tak. Gəlmişik piknikə. Hazır. Ət buradadır. Əti qoyaq bura. Ət hazır. Burada içkilərimiz. Bunu da əski niyyətinə götürmüşəm. Bu da ki, hələ dediyim birdən odunuza kəsməyə xırda şeyləri lazım olar. Bunu da taq bura. Burada başqa nə var idi? Burada yelliyən var. Ondan mangalın içində də var. Və elə burada badminton var. Nə bilim, tenis var. Bu sunka bizə lazım deyil hal-hazırda. Buna taq bura. İçkilərimizdən nə var? Bunlar domanadır bu aslında. Нет, там подожди просто тенек. Bunlar əslində ev almışdıq. Lavaş almışıq. Bunlar bu odu indi nədir bu? Tiner kimi bir şeydir də. Odu qalamaq üçün. Harca $1 30 sent. 54 qrivin idi. Hə? Nə? Maşın закрыт. Ya уже yox, bağlamamışam. Çapatmamız lazım, hə? Maşın bağlı. Aha, bağlandı. Əla. Elə bildim bağlamışdım. Mangalımızı quraq. Əlcək yeyeyim, hə? Gedim əlcəklə maşını xudur yerə bağladım. Daşdı. Əlcəklərimiz götür. Əslində belə vuranda açılırdı. Haçar üstündədir. Açıl görək. Bunu hələ də öyrənəməmişəm də. Burada əlcəklər var. Hazır. Gedə bilərik. Əlcəklərimizi giyək. İndi nə edirik? İndi mangalımızı qururuq. Mangalı qurmamışdan qabaq göstərmək istəyərdim nə pişiririk. Yəni nə ətimiz var. Bizim burada demək produktlarımız bulardır. Produktlarımızdan nə var burada? Buna burada stegnol deyirlər. Bu elə bir ki budu. Amma budu yəni toyuğun budu. Amma belə onu tam bud hissəsinə əlavə onun qıraq hissələri də var. Belə kəsirlər bunu. Bu qayda burada stegnol deyirlər. Kvadrat formada olur, nə bilim. Bu döş ətidir.
Bu da toyuğun döşətidir. Bu qanaddır, biraz qanad almışıq. Bunlar da hazırını aldıq. Siz qiymətlərini də deyim. Baxın, 1 manat 25 qrivendir. Bunun qiyməti 133 qəpik saymadı. 133 qriven. Yəni ki, burada 790 uje marine edilmiş qanat var və bunun qiyməti olur bizdə Azərbaycan puluna 5 manat, üstəcil 33, 6 manat, hardasa 30 qəpik satır. Bu 6 manat 30 qəpikdir, 790 qram. Uje marine edilmiş, yəni hazır kebab üçün. Daha sonra 118 qrivinə, yəni 5 manat plus 18 qrivin, 5 manat artsa 70 qəpik. 746 qram, bu dediyim o bayaq o buddan, yəni stegnodan. Bizim burada filemiz var, harca 1 kilo aldıq, döşəti. Bu da yəni hal-hazırda marine edilmişdi. Bunlar da 240 qrivin pul verilir 1 kilosuna. O da ki 10 manata yaxındır, elə artıq 9 manat 70 qəpik zaten. Daha sonra lülə almışam, 3 dənə hazır lülə və bu qoyun ətindəndir, 496 qram, yəni yarım kilo deyə bilərik. Bu da ki hardasa 10 manata yaxın. Bu da 10 manata, tam 10 manata, 9 manat 90 qəpik, hətta 95 qəpik bu qayda. Onlarla pomidorumuz var, içlərimizdən sirabımız var. Sirab deyəndə yəni qazlı suyumuz. Mən hər qazlı suya sirab deyirəm. İstəyir barjom, özüm naxsanıyım. Tak, tərxundur bu. Tərxun suyudur, qazlıdır. Bu da qazsız alma suyudur. Bu qazlı olan da vardı. Qaytaxanda deyir ki, qazsız alaq dedimiz. Pomidorumuz var, turpumuz var, keşupumuz var. Bu общем çox danışdım. Gedə manqalı quraq. Tak. Burada da kömür almışıq. Bu quru, yəni ağac kömürüdür. Bu üstünə də yazıb. Vuqulya derirlə, nə? Yəni odun kömürü. Tam da belə o kömürdən deyil, indi kebab üçün. Yəqin ki, Azərbaycanda da çox böyük ehtimal ki, satılır. Mən prosta özümü daha görə bunu hara quraq biz? Hara quraq? Burada quraq. Manqalımızı baxın burada. Bu manqal mobil manqal. Bu məqsədi odur ki, yəni bu mənə Bielotserkovda, Ukraynada Bielotserkov şəhərində bir dostum hədiyyə eləmişdi. Ad günümə. Bu yaxşı manqal. Tak. Yəni əldə yığılmadı da bu. Bunun belə ayaqları var. Məsələn 4 dənə. Və bu da qıraqlarıdır. Bunu keçirdiyiniz indi qıraqlarını. Yaxşı əcəklər geydim, yoxsa əlim qapqara olmuşdu. Tak. Ərincəkli eləyib geymək istəmirdim. Bunu belə taxırıq qıraqlarına. Tak. Ayaqlarını geyindirək. Ola bizim video uzun olacaq. Amma da neyinə üzürür sahib. Ne oldu? Ne oldu? Qorma. Onlar səndən qorxur. Böcəklər bizdən qorxur. Bir də Otta müəllim buradadır. Bax, Otta müəllim o vaxtlar. Otta müəllim əslində ov itidir uşaqlar. Yəni ki, bu itin məqsədi, bu cinsi niyə yaradıblar? Geçsin səndən ova, quş çıxarsın, sən də vurasan. Yəni bu itin əslində şeyi budur, funksiyası budur. Amma biz bunu ev iti kimi saxlayırıq, özdə mənzildə. Yeyib özdə şişib, nə boyda olub. Allah axırı xeyir eləsin. Yaman yeyir o, yaman yeyimcildir. Mənim kimi. Bunları yaxşısa bağlamaq lazımdır. Belə yaxşıdır. Biraz bərkidək bunları. Yaxşıdırlar. Axırıncı ayağımız qaldı. Bunu buradan birinci fırlayırıq. Bu əldə yığılma görürsünüz, əldə sıvarıq eləyiblər. Manqallardır. Yəni hardasa çexdə zadda elə hazırlayıb satırlar. Qırağı düşdü manqalımızın. Manqalın yeri düz olmalı. Amma mənim yerim burada biraz əyildi. İndi düzəldəcəm bunun yerini. Bu əslində düz durmalıdır. Yəni ki, kebabın düzgün pişməsi üçün
şişin hər iki ucundakı kababın yaxşı pişməsi üçün düzgün, yəni balanslı pişməsi üçün düz durmalıdır manqal. Bu belə yəni normal durub. Yaxşıdır belə. Hə? Otda müəllim nə axtarsan? Su istəyirsən. Tak. Yaxşı, bu manqalın korobkasını saxlayaq. Mən burada o tinərdən var idi. İndi hara girdi bu bilmirəm. Tak. Tinərimiz burada. Aha, 2 dənə. Birini əslində qoyaq bura. Biri var orada. Lazım olsa açarıq. Tak, bunu gələn səfərə saxlayaq. Gedək gəmiş yığaq. Gəmiş yığmaq lazımdır. Ya odun. Hələ çörsöp yığmaq lazımdır ki, o kömürün altına qoyaq. Yoxsa kömürü o aldığım o tinərlə gərək bütün putuqdan istifadə eləyəsən. Quru ağaçları belə yığırıq yaxşısın. Kömək eləmə gəldiyin, ay sağ ol. Kömək eləmə. Bu da elə bir anda atacam çözə dalmayı. Ala yax. Ala qaçdın. Ora yuxarı. Kişi adamsın. Götürürüm onu. Tapdın. Hadi yanında ayağın yana var. Neyse. Çox ağır. Aha tapdı. Elə qəşəng tapmışsan. Kişi adamsın. Qoy görüm. Halaldır sən. Ya bu yaxşı odundur. Gəl. Valla yaxşı sənindir. Allah sənindir, sağ ol. Bu da yaxşı. Elə bunu götürək. İstəyib qalın deyir. Qalın deyir. Ucun qıra bilərik. Biraz elə bir yaşlıyıb, o qırılmır. Sən öyle üçün. Otla, gəçil oyna. Oyun oynamırıq.